Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə yerimək feilini, yəni sıvla feilini fərqli feil önləri ilə birinci şəxsin təkində və üçüncü şəxsin təkində işlədib tərcümə edəcəyik. Məsələn, ilk başlayaq mi feil önü ilə. Mi feil önü ilə bu olacaqdı misvla. Misvla, hansı ki, getmək, gedib çatmaq deməkdir harayasa. İndi gəlin bu feili biz birinci şəxsin təkində və üçüncü şəxsin təkində hallandıraq. Yəni, me və is ilə. İndiki zamanda əlbəttə ki. Me dediyimiz zaman bu olur me mivdi var. Me mivdi var. Yəni, mən gedirəm deyə tərcümə olunur. Is bu şəxs əvəzində isə bu olacaq is midis. Is midis. Yəni o gedir. Bu ilk feil önümüz. Yəni mi feil önü ilə. Digər feil önümüz bu mo feil önüdür. Hansı ki olacaq mosvla. Fikir verin, sadəcə feil önləri dəyişir. Birincidə olmuşdu misvla. Burada isə mosvla. Mosvla oldu. Bu gəlmək deməkdir mosvla. Birinci şəxsin təkində bu olur. Me movdi var. Me movdi var. Mən gəlirəm. Üçüncü şəxsin təkində isə is modis. Yəni o gəlir. Digər feil önümüz bu şe feil önüdür və bununla olacaqdı şesvla. Şesvla, yəni daxil olmaq, girmək deməkdir bu. Birinci şəxsin təkində bu olur. Me şevdi var. Me şevdi var. Mən daxil oluram. Üçüncü şəxsin təkində isə is şedis. Is şedis. O daxil olur. Sonra gəlir qa feil önü. Bununla olur qasvla, yəni çıxmaq. Qasvla, çıxmaq, bayıra çıxmaq deməkdir bu. Birinci şəxsin təkində bu olacaq. Me qavdi var. Me qavdi var. Mən çıxıram. Üçüncü şəxsindəkində isə is qadis. Is qadis, o çıxır. Sonra gəlir ça feil önü. Çasvla, hansı ki aşağı düşmək deməkdir. Yuxarıdan aşağı. Birinci şəxsindəkində bu olur me çavdi var. Me çavdi var. Mən düşürəm. Mən inirəm aşağı. Üçüncü şəxsin təkində isə bu olur is çadis. Is çadis. Yəni o aşağı düşür. Sonra gəlir a feil önü. Yəni asvla. Bu olacaq asvla yuxarıya çıxmaq deməkdir. Yuxarıya çıxmaq. Birinci şəxsindəkindən bu olur. Me avdi var. Me avdi var. Mən yuxarı çıxıram. Üçüncü şəxsindəkində isə is adis. Is adis. O yuxarı çıxır. Sonra gəlir qada feil önü ilə. Keçmək deməkdir. Bir tərəfdən digər tərəfə, bir yerdən başqa yerə keçmək. Bu olacaqdı qadasvla. Qadasvla. Birinci şəxsindəkində me qadavdi var. Yəni mən keçirəm. Me qadavdi var. Üçüncü şəxsindəkində isə is qadadis. Is qadadis. O keçir. İndi gəlin keçək dərsimizin ikinci hissəsinə. Bu hissədə isə biz bir tapşırıq həll edəcəyik. Baxın, deməli, nümunə verilib və bu nümunəyə əsasən də digər cümlələri, bax bu nümunəyə görə, bu nümunəyə əsasən yazmağımız lazımdır. İlk olaraq gəlin nümunəmizi oxuyaq. Buraya yazılıb deda çemi, yəni anam, mama çemze, atamdan, axalqazırda, gəncdir, cavandır. Axalqazırda gənc deməkdir. İkinci cümləni oxuyuruq. Deda çemi, anam, upro, daha, axalqazırda gəncdir. Vidre, nəinki, mama çemi, atam. Yəni atamdan yenə müqayisədə daha cavandır. Buna görə, bax bu nümunəyə görə
Aşağıda verilmiş cümlələri yazmamız lazımdır. Birinci cümləmizi oxuyaq. Misağebi otağı, yəni qonaq otağı deməkdir bu. Çems sadzinebelze, mənim yataq otağımdan Nateliya, işıqlıdır. İkinci formada, indi bunu upro və vidre ilə yazaq gəlin bu cümləni. Bu olacaq. Misağebi otağı, upro Nateliya, yəni daha işıqlıdır. Vidre, çemi, sadzinebeli. Vidreden sonra nə ilə müqayisə ediriksə onu yazırıq, yoxmu? Biz qonaq otağını yataq otağı ilə müqayisə edirik. Birinci hissədə upronun qarşısında qonaq otağı, misağebi otağı yazıldı. Vidre, bundan sonra isə çemi, sadzinebeli yazıldı. İkinci cümlə. Nino Marize, yəni Nino Maridən strapiya, sürətlidir. Upro və vidre ilə yazdığımız zaman bu olacaq. Nino upro strapiya, yadınızda saxlayın ki, sifət hər zaman upro bundan sonra yazılır. Upro strapiya, vidre mari. Üçüncü cümlə. Nika Georgize zarmatsiya. Nika Georgidən tənbəldir. Zarmatsi tənbəl deməkdir. Upro və vidre ilə bu olacaq. Nika upro zarmatsiya, vidre Georgi. Dördüncü. Umtsrosi cma uprosse çkviyaniya. Umtsrosi cma, kiçik qardaş. Uprosse böyükdən. Çkviyaniya ağıllıdır. Bu olacaq. Umtsrosi cma upro çkviyaniya, vidre uprosi. Beşinci cümlə. Romeo çemze tliyeriya. Yəni Romeo məndən, çemze məndən, tliyeriya güclüdür. Bu olacaq. Romeo upro tliyeriya, vidre me. Altıncı. Maisuri çantaze axaliya. Yəni Maisuri, mayka deməkdir. Çantadan yenidir, axaliya. Bu olacaq. Maisuri upro axaliya, vidre çanta. 7. Tbilisi Batumze didi kalakiya. Yəni Tbilisi Batumidən böyük şəhərdir. Bu olacaq. Tbilisi upro didi kalakiya, vidre Batumi. 8-də cma daze, yəni qardaş, bacıdan, mağaliya, hündürdür. Bu olacaq. Cma upro mağaliya, vidre da.